Herkese salam kızlar, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Necəsiz? İnşallah ki hər kəs yaxşıdır. Biz Ömərlə qalxmışıq. İndi gedəcəm səhər yeməyin hazırım. Səhər yeməyi deyəndə ki, pirajki pişirmişdim. Keçən vlog izləmişdiniz. Hal-hazırda onun səhərsidir, amma siz bir neçə gün sonra izləyirsiniz bu vlogu. Gedim indi onu qızdırım. Həm uşaq yesin, həm biz yeyək biraz. Biz xoşlayırıq səhər-səhər. Pirajki varsa belə qızdırıb yeməyi. Belə. Bu arada Ömər Zeyidə baxır. YouTube'dan tapmışam bu uşağı. Baxır buna. Səhv bilmirəmsə atasının adı Harun Məmmədovdur. Səhifəsi belə gedir. Belə ona baxır. Xoşlayır Ömər. Belə qızlar gedim yavaş-yavaş qızdırım. Qoymuşam pirajkilər isinsin biraz. Bir nəfər də burada gözləyir. Qap, hə. Əl vurma, yaxşı, düşər sınar. Sarıdır. Safetka da içində. Safetka. Bundan verəcəm sənə dörəyim. Belə qızlar süfrəni hazırladım. Qəşəng. Pirajkilər də isindi. Parım. Bu arada çox qəşəng çıxıb pirajkilər. İçi də baxın belə dolu-dolu. Göstərməmişdim, heç pişirmişdim. O gün axırıncı vlogda gördünüz ki, pişirdim, ortalığı yığışdırdım. Gec idi çünki getdim yatdım. İndi həmən günü səhərsidir. Siz bir neçə gün sonra sadəcə izləyirsiniz. Qızlar, çox qəşəng lobiya su pişirmişdim. Birdən belə ışınlandım gün ortaya. Bu arada çəkə bilmədim arada. İndi yoldaşımla oturmuş elim. Ömər də yatırtmışam. Birazdan Ömər duracağam. Duranda bir izləyicimə söz vermişəm. Kravatı necə aşağı salmışam onu göstərəcəm. Belə bizə nuş olsun. Siz də göz haqqınızı halal edin. Xalalar, Ömər durdu yuxudan. Gün orta yuxusundan su istəyib. İndi su verdim ona. Bir şey göstərmirəm. Onu yatan yerdə, duran yerdə bu dəfə göstərim. Xalalar, hə Ömər? Maşallah deyərsiniz, zəhmət olmasa. Qəlbinizdən keçir dərsin inşallah. Belə qızlar, indi gedim axşam yeməyini hazırlayım. Ömər durdu. Ömər birinci dəyişim əlini. Su içir. Gedim dəyişim uşağın əlini. Çimizdirmişəm bu arada bugün onu. Ev zat sildim, qəşəng evləri tərtəmiz elədim, prisosladım, sildim. Bir dənə toz alacağım, ancaq bir də yemək işini həll eləyəcəm inşallah. Allah deyən olsun. Belə. Ömər? Elə şirinlik eləmə, elə şirinlik eləmə. Öldü ürəyim getdi burada. Demək qızlar, baxın bu beləçinə burada taxta var. Bir izləyicim var. O gün məndən xahiş edir ki, nə olar bunu çəkərdiniz ki, mən bunu necə aşağı eləyim ki, yəni buradan uşaq çünki qalxa bilir də. Böyüdükcə bu hündürlük ona bəsləmir. Məsələn, normalda bunun hündürlüyü buraya qədər idi. Amma bir izləyicim o vaxt mənə başa saldı. Demək bu altdakı taxtanı görürsünüz. O lineyka deyirlər. Bu şimdi o taxta, baxın oradaydı. Bax bunun üstündəydi. Bax bu taxta var ya, bax onun üstündəydi. Görün nə qədər aşağı düşüb. Yəni bu aşağı düşməyə uşağa xeyli bəs eləyir ki, uşaq 5 yaşına qədər, 4 yaşına qədər rahat burada yatsın. Yəni bax bu naziyi, bax bunu. Bax bunu. Bax bu naziyi buradan o taxtanın kənarından düşürdürsünüz aşağı. Görsə aşağıda da bir dənə nazik bir şey var. Onun üstünə düşürdürsünüz. Sonra bunu da bura belə yerləşdirirsiniz. Baxın görürsünüz. Əvvəl bax buradaydı. O nazik taxta buradaydı əziz bacım. Sonra o nazik taxtanı oradan çıxartdım, aşağıya indirdim və döşəyi də aşağıya. Başa düşdünüz nətər? Bax belə. Всё. Bildiyiz. Ümid edirəm ki, yararlı olar qızlar. Bilməyənlər də xəbər olar. O gün canlı açmışdım. Orada bir izləyicim dedi ki, nə olar mənə göstərərsiniz. Sadəcə uşaq yatmışdı deyə təzə durdu. Mən onu açıb göstərə bilmədim canlıda. Dedim, heç olmaz uşağın kravatını olsa açıb tez-tez açıram, dağıdıram, tökürəm, pasteli dəyişirim. İndi pastelini dəyişirdim. Daha doğrusu sərgiyə salırdım buraları. Bütün döşəyi, möşəyi, hər şey bir-birinə qatıb. Dedim, elə bunu da göstərim sizə. Və belə bir duru olmalıdır. Biraz duru olmalıdır. Bura toyuqları əlavə edəcəm. Buradan sonra yenə biraz una bulayacağım və qızmalı yağa. Belə bu dəfə fərqli istədim. Biraz pişirim toyuğu. Evdəkilər də keyfsi kimi bir şey istəyirdilər. Dedim, almayayım ustadan, bacadan. Özüm edəcəm evdə. Belə. Qızlar, balaca belə qazanda qoydum makaron. Çünki mən yemirəm, yoldaşım yiyəcək ancaq ona görə
Həm makaron yemirəm, ancaq toyuq yeyəcəm. Belə toyuq ətlərini bir qəşəng. Buralara fikir verin, bütün un oldu buralar. Demək, bax belə bir necə deyim, qarışım hazırladım və bunu sonra toyuqlar əlavə etdim suyu çəkəndən sonra, sinirləndən sonra. Sonra tezdən una buladım və qızmar yağa. Belə yağda bol olmalıdır ki, qəşəng çıtır-çıtır qızarsın. Belə indi bunlar burada qızarsınlar. Son halını inşallah göstərəcəm sizə. Və belə kestik kimi qəşəng çıtır-çıtır toyuqlarım qızardı. Makaron da qaynadı. Bu arada çaydanın yadından çıxıb qalıb burada. Həmişə çəkirəm qızartması görəndə. Necə tələsik Ömər ağlım başından aldı. Tələsik gördüm, qaldı burada. Yaşamız olsa buralar həmişə yağdı, buralar həmişə yiyəcəm. Siləcəm, onu təmizləyərəm. Əsas yemək hazır olsun, sabaha yemək olsun. Elə makaron da pişdi. İçine bu da qızarsın, o da tərəflə söndürəcəm altını. Və qızlar, gördüyünüz kimi uşağı da yedizdirdim. Makaronun pişdiyini qoyacağım soyuducuya. Bu da pişdi. Bunu da indi qoyacağım soyuducuya və başlayıram təmizliyə. Ya Allah. Gülü də evdəkilər dəriblər. Həyətdən dəriblər. Deyirəm, heç olmasa bunu uzun dərərdim də. Deyir ki, bu dağına heyfim gəldi. Ey Allah, mənim yoldaşım həqiqətən uşaq olub da qızlar. Tam belə dibindən kəsib. Deyir ki, yazığım gəldi bu dağına ki, üstündə də yenə çıxır. Nəysə belə. Bura qoyuram. İşte olmaz. Qızlar, bu da buradakı ranrama götürdüm. Atacağım yumağı. Həftədə bir dəfə belə yuram bunu da. Çaynikini koydum qaynamağa, başqa heç nə. Gedim uşağı yatızdıram qızlar. Vlogu burada dayandırıram. Bugünün də hekayəsi belə olsun. Bugün də belə keçdi. Həmd olsun Allaha. Belə paltaları sabah fırladacağım. Daha indi fırlatsam geç çıxılacaq. Bayra bacayana görə. Belə qızlar, çaydağımı da söndürüm, qaynatsam. Gedim uşağı yatırdım, dincəlim özümdən. Gecəniz xeyrə qalsın. İnşallah ki növbəti gününüzdə xeyirliklə açılsın. Eğer videomu beğendiyse
sizə çətin olmazsa bəyənib abunə olarsınız və bol yorum yazarsınız. Təşəkkür edirəm izlədiyinizə görə.